Salam. Bugün sizlərə 5 oktyabr 2025-ci il tarixində keçirilən güvən sınağının 11-ci siniflər üçün olan riyaziyyat suallarını izah edəcəm. Gəlin 61-ci sualdan başlayaq. A tək, B isə cüt ədəd olarsa, aşağıdakılardan hansının qiyməti cüt ədəddir? A tək dediyinə görə A-nı 1 götürək, B ilə cüt ədəd olduğuna görə B-ni də 2 götürsək, ifadələrin qiymətini tək və cüt olmağını təyin edə bilərik. A 2 olduğuna görə, ya da 1 olduğuna görə olur 1 üstə gələk, 3 vuraq 2, 6, o da bərabərlik 7. Bu tək oldu. İkincini araşdıraq. A vur B, yəni 1 vur 2, 2, üstünə də 2-nin kvadratından 4 gəlsək, olur 6. Deməli, ikinci ifadə cütdür. Üçüncü ifadə isə B-nin kvadratı, 2-nin kvadratı 4, üstə gələk 2 vuraq 1-in kvadratı 2, bərabərdir 6. Bu da cüt oldu. Dördüncü ifadədə 3 vuraq 2, 6, üstə gələk 2-nin kvadratı 4. 10 elədi, yəni cütdür bu da. Deməli, gördüyümüz kimi 2, 3, 4 nömrəli ifadələr cüt oldu. Olacaq C variantı. 62-yə baxaq. Aşağıdakilərdən neçəsi doğrudur? A birləşir, A kəsişir B ilə. Birinci ifadəni gəlin elə Venn diaqramında göstərək və doğruluğunu, yanlışlığını müəyyən edək. A kəsişir B ilə. A ilə B-nin kəsişməsi bu hissədir. Deyir, bu kəsişmə A-nın alt çoxluğudur. Yəni, A çoxluğuna tam daxil olmalıdır. Gördüyümüz kimi A çoxluğuna, yəni A çoxluğunu tam göstərsə, A çoxluğu bu hissədir və bu halqaya bu kəsişmə də daxildir. Ona görə doğru olur. İkincidə deyir ki, A ilə B-nin kəsişməsi daxildir A ilə B-nin birləşməsinə. Kəsişmə bu ortanı götürdük, birləşmə olaraq da hamısı götürülür. Gördüyümüz kimi həqiqətən kəsişmə də birləşmənin daxilində oldu. Yəni, bu ümumi hissənin içindədir kəsişmədə. Onda 2 də doğru olur. Və 3-ə baxaq. A ilə boş çoxluğun kəsişməsi. A hər hansı elementi olan bir çoxluqdur. Boş çoxluq elementi yoxdur. Elementi olmadığına görə deməli A ilə ortaq elementi də ola bilməz. Yəni, boş çoxluğun heç bir elementi yoxdursa, başqa bir çoxluqla da ortaq elementi ola bilməz. Ona görə 3 yanlış olur. Yəni, A ilə boş çoxluğun kəsişməsi əslində elə boş çoxluqdur. Yəni, boş çoxluğun ortaq elementi yoxdur. 3 yanlışdır. 4-də deyir, A ilə boş çoxluğun birləşməsi. A elementləri olan bir çoxluqdur, boş çoxluğun elementi yoxdur. Elə bunları, yəni bu A çoxluğu ilə boş çoxluğu bir yerə birləşdirsək, yenə A-dan ibarət olacaq da çoxluq. Çünki boş çoxluğun önəmi yoxdur. Boş olduğuna görə. A çoxluğu birləşmənin cavabıdır, doğrudur 4-də. 1, 2 və 4. 3 yanlış oldu. 4 və 5-ə baxaq. A çoxluğu A ilə B-nin birləşməsinə daxildir. A ilə B-nin birləşməsini bayaq göstərdim ki, hamısı ştixlənir. Həqiqətən də A ilə A çoxluğu da təbii ki, bu birləşmənin içində olacaq. 1, 2, 4, 5. Neçə dənə olur? 4 dənə. Deməli, D variantı da 62-də D variantı olur. 63. Rənglənmiş hissəni tapın.
Rənglənmiş hissə görürük ki, demək olar ki, A ilə C çoxluqlarının hamısını rəngləmək istəyiblər sanki. Amma burada ağ qalan hissə bu A ilə C-nin hər ikisindən B-yə düşən hissələr rənglənməmiş qalıb. Ona görə deməli A ilə C-nin hamısını götürməyə istəyiblər. Yəni A ilə C-nin birləşməsindən, amma B-yə düşən hissələri rəngləməmiş saxlayıblar. Yəni B-ni çıxardırıq o hissədən. Olacaq B variantı. 63-də B. 64-də baxaq. 64-də belə bir misaldır. İlk baxışda biraz qəliz görünə bilər, ancaq mötərizəni hesablayanda görürük ki, çox sadə misaldır. 1 üstəgəl 2-də 1 olur 2-də 3. Daha sonra 1 çıxaq 3-də 1, yəni 3-də 3-dən də 3-də 1 çıxanda olur 3-də 2. Sonra 1 üstəgəl 4-də 1, 4-də 5, 1 çıxaq 5-də 1, 5-də 4 və s. nöqtələrdir. Və biz bu hissəni hesablasaq, görürük ki, çıxmadan alınan cavabla toplamadan alınan cavab, daha doğrusu birinci toplama gəlir. Toplama çıxma. Toplama çıxmanın nəticələri bir-birini ixtisar aparırıq və nəticədə 1 alınır. Yəni onların hasili 1-dir. Toplama çıxma, toplama çıxma. Deməli, toplama çıxmanın nəticəsi 1 olduğuna görə, amma sona baxırıq ki, sonda toplama ilə bitir. Yəni onun çıxması yoxdur. Onun tayı olan çıxma əməli yoxdur. Elə toplama əməli burada tək qalır. Yəni nöqtələr olduğuna görə bu nöqtələrdən artıq toplama çıxma olduğunu qəbul edib, onların da bir cavabları 1 edir. Ona görə sonda bir dənə 1 üstəgəl 24-də 1 qalır. Çünki bu toplamadan sonra çıxma gəlməlidir. Bunda çıxma tayı verilməyibdir. Misal burada bitir. Bu da eləcə 24-də 25. Yəni B variantı. – 65-ə baxaq. Şəkər tozunun 1 kiloqramının qiyməti 2x manatdır. Qiyməti 25% artarsa 3x manata nə qədər, yəni neçə kiloqram şəkər tozu almaq olar? Qiymət əvvəl 2x idi və daha sonra 2x-in qiymətini 25% artırdılar. 25% artırmaq dedikdə, onda gəlin qiyməti 25%-ni tapaq və biz də həmin qədər artıraq. 2x-in 25%-ni tapanda 25-ə vurub 100-ə bölürük. Olur 50, yəni 0,5x. Bu qədər artım var. Onda deməli əvvəl 2x manat idisə, sonraki qiymət 2x üstə gələk 0,5x. Yəni 2,5x oldu. 1 kiloqramının qiyməti 2,5x oldu. 1 kiloqramın qiymətidir. Bizə deyir ki, 3x manata nə qədər şəkər tozu var? 3x manata da x kiloqram şəkər tozu. Buradan da tənasibi həll etsək, x bərabərli 3 bölək 2,5. Bu da hər tərəfi 10-a vursaq olur 30 bölək 25. İxtisar gedir 5-ə, 5-də 6. Bu da 1,5-də 1. Yəni 1,2 kiloqram olur. 65-də B variantı. – 66-cı suala baxaq. Burada kəsirlərə aid bir hesablama var. 66. Ardıcıl getsək, 4-də 3 bölək. Surətdə olacaq 4-də 3 çıxaq 1, yəni mənfi 4-də 1. Məxrəc isə 1 çıxaq 4-də 3, yəni 4-də 1. 3-də gələk 1.
Burada 4'də 1, 4'də 1 ilə ixtisar gedir, qalır -1. 4'də 3 də -1-ə böləndə eləyir -4'də 3. Üstə gələk 1, yəni o da olacaq müsbət 4'də 1. C variantı. 67'də A bölək 5, B bölək 6 və bu şəkildə misal verilib. Y bölək 9, hamısını yazmadım. Burada yəni bu o deməkdir ki, A, B, C, D, Y ədədləri 5, 6, 7, 8, 9 ədədləri ilə mütənasib hissələrə bölünübdür. Mütənasib hissələrə bölündüyünə görə, yəni A olur 5K, B olur 9K. Buradan da bizdən soruşur ki, bu ədədlərin, müsbət ədədlərindən hansı ən böyükdür? Ən böyük aydın məsələdir ki, 9K olacaq. B yox, Y. Bu da Y ədədi 9K'dır, yəni 5K'dan böyükdür. 9 pay, yəni 9 hissə düşüb Y-nin cavabına. Ona görə 67 Y variantı. 68, 18 ədədi 30 ədədinin neçə faizidir? 18, 30-un neçə faizini təşkil edir, yəni. Onda bir ədəd o bir ədədə bölüb 100'ə vurmaq lazımdır. Burada sıfırdan ixtisar olan 180/3 60 faizini təşkil edilmiş. Deməli, 68'də Y variantı oldu. 69'a baxaq. A, C, P nöqtələri bir düz xətt üzərindədir. T, K, S də bir düz xətt üzərindədir. İndi bizə verilir ki, AP üstəgəl PC bərabərdir AC-yə. AP ilə PC-ni toplayanda bizə AC-ni verirsə, bu nöqtələrin hansı digər ikisinin arasındadır? Bu ifadədən görünür ki, AP ilə PC-ni toplayanda AC-ni alır. Deməli, AC bütöv parçanın uzunluğudur. AC bütöv parçanın uzunluğudur və P nöqtəsi onu hissələrə bölür. AP, PC. Deməli, ortada yerləşən P imiş. O birisində nə deyir ki, TK üstəgəl KS bərabər TS. Burada da yenə deməli, TK toplayanda o ki TS verir. Deməli, böyük parça TS'dir. K da hər ikisində iştirak edir, yəni ortada yerləşir. Yəni, buradan məlumdur ki, deməli, orta nöqtədə yerləşənlər P ilə K'dır. B variantı. 69 B. 70'ə baxaq. Şəkildə belə bir şəkil veriblər. Və əsas məsələ nədir bu şəkildə? Deməli, bu düz xətlər şəkildə verildiğinə görə BC ilə DK xətti paraleldir. Bu BC xətti ilə DK xətti paraleldir. Oxla göstərilən paralelliyi görməyimiz üçün bu ikisi paraleldir. Paralel düz xətlərdə bilirik ki, eyni bucaq altında çıxmalıdır ki, yəni kəsişməsin, paralellik qalsın. Eyni bucaqsa, deməli, bura 48 isə, onda burada 48 olmalıdır. Onda ümumi 90'dırsa, bu E, D, K. 90'dırsa, 90'dan 48 çıxıram, qalır 42. Deməli, bu hissə də 42 oldu. Bizdən soruşur BDE-ni. BDE bucağı da buradır, bu Y götürək. Onda açıq bucağın qaydasına əsasən bura 180'dir. 180'dən də 42'ni çıxıram. Yəni, qonşu bucaqlar yaranır burada. Birləşdirəndə açıq bucaqdır. Y bərabərdir 180 çıxaq 42 olacaq 138. Yəni 70'də olur Y variantı. Yetmiş 71'ə baxaq. 3'ün
4-ə nisbətində olan 2 ədədin cəmi 28 olarsa hasil tapın. Cəmi 28 dirsə, yəni k-larla götürsək 3k plus 4k bərabərdir 28, 7k bərabərdir 28, k da bərabərdir 4. K 4 olduğundan ədədləri tapa bilərik. 3k 4k'dır. 3k 3 vuraq 4. 12, o birisi 4k'dır. 4 vuraq 4, 16, 12 və 16. Bunların hasilini soruşur. Yəni 12 vuraq 16, bu da 192 eləyəcək. B variantı. 71 B variantı. 72'də deməli A B-dən kiçikdir və o da 0-dan kiçikdir. Onda buradan nəticə çıxır ki, A ilə B mənfi ədədlərdir. İndi modulun ifadəsini yazaq. Modul ifadəmiz bu şəkildədir. Bunu sadələşdirilir. Yəni biz burada moduldan çıxartmalıyıq ifadələri. Moduldan çıxarda bilmək üçün modulun daxilindəki ifadənin nəticəsini mənfi və yaxud da müsbət olduğunu bilməliyik. Əgər müsbətdirsə modul işarəsini atırıq, olduğu kimi çıxır. Modulun daxili mənfidirsə, onda qarşısına bir də mənfi yazılaraq, yəni mənfiyə vuraraq çıxartmalıyıq. İndi A ilə B mənfidirsə, deməli mənfi ədədlərin cəmi təbii ki, mənfi olacaq. Deməli, bu mənfi imiş. Modul daxili ifadə mənfi olduğuna görə qarşısına bir dənə də mənfi yazıb moduldan çıxartdıq. Bu adi mötərizədir. Üstə gələk, 2 çıxaq, B də mənfidir. 0-dan kiçikdir. Mənfi ilə bu çıxmadakı mənfi bir-birinə vuranda müsbət edir. Ona görə deməli 2 üstə gəl B, 2 üstə gəl, tutaq ki, B-nin yerinə bir mənfi 5 götürsək, görürük ki, 2 çıxaq mənfi 5, yəni 2 üstə gəl 5-ə çevrilir, yəni müsbət ədəddir modulumuzun daxili. Müsbət olduğuna görə olduğu kimi çıxardıram moduldan, mənfiyə vurmuram. O da bərabərdir. İndi burada mənfini vurub atacaq olur mənfi A, çıxaq B, üstə gəl 2, çıxaq B. O da bərabərdir. A-dan mənfi A, B-lər 2 dənədir, mənfi 2B, üstə gəl 2. Yəni, olacaq C variantı. 72. 73-ə baxaq. Gündə 5 saat işləyərək 20 kvadrat, deməli 5 saat işləyir, 20 kvadrat metr sahəni işləyir və 4 günə bitirir işçi. Burada məsələ nədir? 5 saat və 4 gün hər ikisi eyni kəmiyyətdir, yəni zamandır. Onda biz zamanı niyə 2 hissəyə ayıraq ki, bunu bir zamanla ifadə edək. 4 gün işləsə hər günə 5 saat, deməli bu 4 dəfə 5-in 20 saat işləyir. 20 saat işləyir və 20 kvadrat metri qutarır, şumlayır. İndi gündə 6 saat işləsə deyir, 30 kvadrat metr neçə günə bitirər? Yəni 30 kvadrat metrin zamanını soruşur bizdən. X saata. Əvvəl saatla tapaq, sonra həmin saatı bir günün saatına bölüb günlərin sayını tapa bilərik. Bu tənasübdən x bərabərdir 20 vuraq 30 bölək 20. O da bərabərdir 30. 30 saat. Bizdən günü soruşur. Bir günə 6 saat işləyirdi. Ona görə də 30-da bölürük. 6-ya 2 neçə gün eləyir? 5 gün. 36-ya bölüb 5 gün deməli şumlamalıdır ki, 30 kvadrat metr sahəni bitirsin. 73 B variantı. 74-də baxaq. Mənfi 2,3 ədədinin kəsr hissəsini tapın. Burada mənfi ədədlərdə biraz fərqlidir.
Mənfi 2,3-ün tam hissəsi olur -3. Bizə bilir ki, ədəd tamla kəsrin cəminə bərabərdir. Yəni fikirləşirik ki, -3-ün üstünə nə gəlsək, -2,5 eləyər, yəni ədədin özünü verir. Tam hissəni -2,3-dən tapdıq ki, tam hissə -3-dür. Üstünə 0,7 gəlsək, olacaq -2,3. Deməli, kəsr isə 0,7-dir. Və yaxud da ədədin özündən tam hissəni çıxanda kəsr alırıq. Ona görə elə ədədin özündən çıxaq tam hissəni, yəni -3-ü. Bu da -2,3 üstə gəl 3 bərabərdir müsbət 0,7 edir yenə. Açıq failə 74-də 0,7 aldıq. 75, 138 ədədini hansı ən kiçik ədəd əlavə etsək, alınan nəticə 12, 16, 18-ə qalıqsız bölünər. Yəni, burada artıq bu suallardan çox işlənilibdir. 12, 16, 18-ə qalıqsız bölünmək nə deməkdir? Yəni, elə bir ədəd tapmalıyam ki, həm 12-yə, həm 16-ya, həm də 18-ə qalıqsız bölünməli, tam bölünməlidir. Bu da və o ədəd kiçik olmalıdır. Çünki 138-in üstünə nə gəlsək, hansı ən kiçik ədədi gəlsək, həmin alınan nəticə, yəni 138 üstünə hansı bir x-i gəlsək, alınan nəticə də 12, 16, 18-ə bölünməlidir. Burada aydın məsələ ki, bölünəni soruşur, özdə ən kiçik bölünən olmalıdır. Ən kiçik ortaq bölünən də əkroblu, deməli bizdən əkroblu soruşur. Burada 12, 16, 18-in əkrobunu tapırıq. Deməli, vuruqları ayırsaq 4 vur 3-dür. 12, 16, 2 vur, 2 vur, 2, 4 dənə, 18 də 2 vur 9-dursa, onda olacaq 2 vur, 3 vur, 3. Bunları vuruqları ayırırıq. Ən böyüyünü götürsək 18 vuraq. Ortaq olanlar 2-lərdir, getdi. Bir də 3 var. Ortaq. Deməli, 2 ilə 3-ü götürmürük. Ortaq olanları atırıq kənara. Və burada 2 dənə var. Elə bir dənəsini götürsək bəsdir da. 18-i yoxdur olacaq. 18 vuraq. 2 vur, 2 vur, 2. Bu deyiləcək. Deməli, 8, 8 də 18-in 144. Onda deməli, əkrobumuz 144-dür. Yəni, 138 üstə deyil, nə gəlsək bölünər. Nə gələcəyimiz bilmirik, amma bilirik ki, 138 üstə elə bir ədəd gəlməliyik ki, 144 alınsın. Onda 144-dən də çıxıram 138-i. Olacaq. Deməli, 6. Sadəcə 6 olacaq 75-də. 76-ya baxaq. N, A, B birləşməsi. Yəni, A və B çoxluqları verilib yenə. A-nın B-nin birləşməsi 30-dur. Deməli, bütün bu daxili toplayanda 37-dir. Və NA 24-dür. Təkcə bu A çoxluğu 24-dür. A ilə B-nin kəsişməsi də 12-dir. Bizdən MB-ni soruşur. Yəni, buranı X götürdük. İndi baxırıq ki, 12 dənə element ortaqdır. Yəni, hər ikisində var. Deməli, A ilə B-ni cəmləyəndə alınan nəticə 12 vahid çox olacaq. Çünki 12 dənə element ortaqdırsa, 12 element artıq alınmalıdır cavabda da cəmləyəndə. Onda A ilə B-nin cəmindən 12-ni çıxanda elə A ilə B-nin birləşməsini verməlidir. A ilə B-nin birləşməsi də 30-dur. Yəni, A ilə B-ni toplayıb 12-ni çıxanda 30 eləməlidir. Burada NA üstə gəl MB olur 42. Deməli, A ilə B-nin cəmi 42 olmalıdır. A 24 isə
Bu ANA da 24 veribdir. Deməli 42-dən 24-ü çıxıb MB-ni tapa bilərik. Bu da olacaq 18. Bir də deyirəm ki, yəni ortaq element 12 olduğuna görə, deməli bu A ilə B-ni ayrı-ayrılıqda cəmləsək, normal birləşmənin cavabından, yəni 30-dan, birləşmədə 30-dan 12 vahid çox alınmalıdır cavab. Çünki 12 dənə element həm A-da yazılıb, qeyd olunub, həm də B-də qeyd olunubdur. Deməli 42 imiş, 42-dən də 24 çıxdı, 18 tapdıq. 77-yə baxaq. Yağlılığı 2% olan 12 kiloqram südə, yağlılığı 4% olan 18 kiloqram süd qarışdırılır. Alınan qarışığın yağlılığı neçə faizdir? Burada maddə böl məhlul düsturu ilə, yəni tərkibindəki maddəni faizini soruşursa, biz həmin o maddə nədirsə, onu ümumi südə bölməliyik, yəni məhlulumuza bölməliyik. Belə bir kimyəvi düsturla gedə bilərik. 12-nin 2%-ni tapsaq olur 12 vuraq 2 bölək 100. Yəni 0,24 x, yox x deyil, 0,24 çünki dəqiq qiymət verilib. Sonra 18-in 4%-ni taparıq yenə. 72, yəni 0,72. Bu tərkibindəki yağın miqdarıdır. Bu tapdıq ki, yağlar bu qədər imiş. Bunları qarışdırırlar, onda bir qaba yığırlarsa, yağlar cəmlənir, aydın məsələdir. Olacaq 0,124 üstəgəl 0,72. Bunlar ümumi bir qaba yığılır, yenidən 2 qabda birləşir, bir qabda. Və hərəsindən süd də ümumi 12 və 18 idi. Yəni bu tərkibin içində, südün içində yağ nə qədərdir? Yağı südə bölməliyik. Yağ oldu bu qədər. Süd də bunların cəmidir, yəni 30. Vuraq 100 faizini tapın deyir, qatlıq faizinə. Bu da bərabərdir. 24 isə 72 gələndə olur, deməli 0,96. Vuraq 100 bölək 30. 0,196-nı 100-ə vuranda 96, 30-a da bölürük, eləyir 3,2%. 77-də aldıq, 3,2%. 78-ə baxaq. 2 ədədin əkobu 90, əbubu isə 5-dir. Əkob hansısa eyni ədədlərdir. Əkob 90-a bərabərdir, əbub 5-ə. Bu ədədlərdən biri 10-dursa, digərini tap. Buradan düstur yadımıza düşməlidir ki, əkob vuraq əbub bərabərdir A vuraq B. Əkob 90-dır, əbub 5 bərabərdir A 10-dur, B də yoxdur, X-dir. Yəni, digər ədədi soruşur. Buradan da tapırıq ki, X bərabərdir 45. 79-da bölən 14. Natamam qismət, yəni bölən 14 yerinə yazsaq, natamam qismət 25, qalıq da 10 olarsa, bölünəni tapın. Bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub, üstə qalığa gəlirik. Yəni, x bərabərdir 14 vuraq 25, üstə gəl 10. Olacaq 360. Buradan indi bunun sadə bölənlərin sayını tap. 360-ı da sadə bölənlərini ayırsaq, vuruqlarını ayırsaq, olacaq 2 vur 5,
10'a böləndə 36. 36 da 6 vur 6'da, yəni 2 vur 3, 2 vur 3. Deyək ki, sadə bölənlər, ümumi bunu sadə vuruşlara ayrılmış olacaq. 2 üstü 3, vuraq 3 üstü 2, vuraq 5 üstü 1. Burada sadə bölənləri 2, 3, 5'dir. Yəni 3 dənə sadə böləni var. Səysəndə duzluq faizi 15% olan 40 kiloqram məhlula neçə kiloqram su buxarlanmalıdır ki, duzluq faizi 25% olsun. Bunu da bir neçə yolla eləmək olar. Tənasüblə və yaxud da düsturla. Deməli, 40'ın 15%'ini tapsaq ki, görək nə qədər duz var. 6 kiloqram duz tapırıq 40'ın 15%'ini tapmaqla. Bu 6 kiloqram duz var. İndi deyim, nə qədər su buxarlanmalıdır ki, 25% olsun. Yenə maddə böl məhlul düsturu köməyimizə çata bilər. Maddə bölək məhlul vuraq 100. Maddəmiz 6 kiloqramdır. Yəni duz dəyişmir də, sadəcə su buxarlanır. Amma məhlulumuz deməli 40 kiloqram idi, sonra su buxarlanır. Buxarlanan suyu soruşur. Bunu da x-lə götürürük. X kiloqram su buxarlanır və nəticədə neçə faizdir? 25%-dir. 25%-də ədədə çevirirəm, olur %25. Bu tənasübü həll edib tapa bilərik. 100 ilə 25 ixtisar gedir 4'də 1. Çarpaz vursaq olacaq 40 çıxan x bərabərdir 24. X də bərabərdir 16. Deməli 16 kiloqram su buxarlanıb. İkinci sulla izah eləmək olar. Başqa bir su. Bu 80'i. Yəni 40'ın deməli burada sabit qalan duz oldu. Yəni su artdı. Birincidə çox oldu, ikincidə su azaldı. Faiz də dəyişdi, amma hər iki halda dəyişməyən kəmiyyət burada duzun miqdarı oldu. Onda deməli 40'ın 15%'ini tapsaq yenə duzun miqdarıdır. Sonra bilmirik də sonra nə qədər oldu. X'in 25%'ini tapsaq da bu da duzun miqdarı olacaq da. Bu da bir-birinə bərabər. Çünki duzlar eyni idi hər iki hadisədə. Burada yüzləri ixtisar götürsək 40 vur 15 bölək 25. Buradan da yenə nə alırıq? Deməli 15 ilə 25 ixtisar gedir 5, 3, 40'ı da 5'e bölürük 8, 3 dəfə 8 24. Deməli 24 kiloqram su qalıbmış. Amma bizdən soruş ki, nə qədər su buxarlanmalıdır? Əvvəl 40 idi. 40'dan da deməli 24 çıxdı ki, nə qədər buxarlanıb? 16 kiloqram buxarlanıb. Yenə 16 cavabını aldıq. Və yəni iki sonlarda həll etmək olar. Tənasüblə də etsək, üçüncü üsul olar. 81. A ədədinin 3 misli B ədədinin 2 mislinə bərabərdir. B ədədinin 4 misli C ədədinin 5 mislinə bərabərdir. C ədədi A-nın neçə faizidir? Bu şəkildə. İndi buradan aydındır ki, birinci ifadədən nəticə çıxır ki, A 2K-dır, B 3K. İkinci ifadədən nəticə çıxır ki, B 5K-dır, C 4K-dır. İndi fikir versək, B birinci 3K, daha K deməyək də, buna fərqli kəmiyyətlər deyək ki, eyni nisbətdə olmurlar. Bunu n deyək buna da. Gördüyümüz kimi B birində 3m'dir, o birisində 5m'dir. Gəlin bu B'dən istifadə edilərək eyni hissəyə gətirək. 3 və 5'ə 15'ə gətirmək olar. Yəni
M olsun 5K. 3 vuraq 5K. Onda M'in yerinə 5K yazıram yuxarıda da. Aşağıda ikinci ifadədə isə 15 olması üçün 5-i 3K'ya vurmalıyam. Yəni eyni parçalar olsun, eyni hissələr olsun. Mütənasiblik əmsalı, yəni eyni olsun. En 3K'dırsa onda 4'ü də vururam 3K'ya. Nəticədə olur deməli A 10K, B 15K, təbii ki burada da B 15K, C 12K. Bizdən də C'nin A'ya nisbətini soruşur. Bəli, C'nin A'ya C oldu 12K. 12K'nın A'ya, A'da 10K'dır. Nisbətini, faizini soruşur. Faizə çevirmək üçün 100'ə vururuq. Qalır 120 faiz. Deməli, CA'nın 120 faizini təşkil edir. 82'ye baxaq. Burada maraqlı şəkil verilib. Bu şəkildə baxanda deməli bilməliyik ki, bu şəkildə verilirlərsə belə bir şəkildə sağ tərəfdə olan bucaqların cəmi sol tərəfdəki bucaqların cəminə bərabərdir. Ona görə burada sağdakı 73 ilə 48'in cəmi bərabərdir soldakı X, Y və 65'in cəminə. Toplayanda olur, deməli 121, X üstəgəl Y üstəgəl 65. Buradan X üstəgəl Y tapsaq olur 121 çıxaq 65. 121'dən də 65 çıxırıq, olur 56. Deməli, X üstəgəl Y-in cəmi 56'dır. Bu ikisinin cəmi 56'dır. Həmçinin burada karandaşa oxşayan bir fiqur alınır ki, bunun da şəkil çəksəm, deməli 56 tapdım ki, X-dən Y-in cəmi, bax bu hissələr, X-dən Y-in cəmi 56'dır. Və buradan karandaşa oxşayan bir fiqur alınır. Bu hissə. Deməli, biz bilməliyik ki, burayla, buranın və buranın cəmi 360 dərəcəyə bərabərdir. Onda alfa üstəgələk, X üstəgələk 90, üstəgələk Y üstəgələk 90, çünki burada 90'dır. Və üstəgələk burada bir Z desək, bizdən oranı soruşurlar. Üstəgələk Z bərabər 360. Şimdi burada X üstəgəl Y-in ikisinin birlikdə qiyməti məlumdur, 56. Onda olur 90, 90, 180 üstəgəl 56 üstəgəl Z bərabər 360. 180, 360'ı çıxsaq elə 180 qalır. Z də bərabərdir 180 çıxaq 56. Bu da bərabərdir 124. Deməli, bura 124 dərəcəymiş. 83 nömrəli misala baxaq.
Əməl oxu üzərində 2x üstəgəl 7 nöqtəsi ilə 3x üstəgəl 3 nöqtəsi arasındakı məsafə 9-dur. X-in mümkün qiymətlərinin cəmini tap. Burada iki variant var. Yəni hər iki variant həlləyib iki cavab alacağıq. Birinci variantda sağda yerləşən sanki 2x üstəgəl 7-dir. Solda yerləşən 3x üstəgəl 3-dür. Onda biz birincidən, yəni bu 2x üstəgəl 7-dən bu ikinci nöqtənin koordinatını çıxmalıyıq. Olacaq 2x üstəgəl 7 çıxaq 3x üstəgəl 3 bərabərdir 9. İkinci variant isə odur ki, nöqtələrin yer dəyişik ola bilər. Onda 3x üstəgəl 3-dən çıxırıq 2x üstəgəl 7-ni. İki tane həlləyib olacaq 2x üstəgəl 7 çıxaq 3x çıxaq 3 bərabər 9. Buradan da deməli 2x-dən 3x çıxanda mənfi x bərabərdir 7-dən 3 4, 9-dan da 4, 5. X bərabərdir mənfi 5. Birinci cavab mənfi 5-dir. İkincidə isə yenə həll etsək 3x üstəgəl 3 çıxaq 2x çıxaq 7 bərabər 9. 3-dən 2 çıxanda x, 7, 3 mənfi 4, 13. Hər iki cavab alındı. Deyir, bunların cəmini tapın. Alınan bilən qiymətlər cəm 13 üstəgələk mənfi 5. O da bərabərdir 8. 84. Nömrəli misala baxaq. Deməli, A, B, C, D, Y, F ədədlərinin ədədi ortası 87-yə bərabərdir. Burada 6 ədəd var. 6 ədədin ədədi ortası 87-dirsə, bu ədədlərin cəmini tapmaq üçün ədədi ortanın sayına vurmalıyıq. Olacaq, deməli, 522. Və bu ədədlərə deyir, hansısa yeni bir ədəd əlavə etmək lazımdır ki, ədədi orta 93 olsun. Yeni bir ədəd əlavə etsək, orada 7 dənə ədəd olacaq. Onda biz yenə cəmi tapmaq üçün, ikinci cəmi tapmaq üçün 7-ni vurmalıyıq o bir ədəd ortaya. Yenə 7 vuraq 93. 3 dəfə 7, 21, 63, 65. Onda deməli cəm olur 651. Yəni yeni ədəddə artıq buradan məlumdur. Əvvəl 522 idi cəm, sonra ədəd əlavə edəndə 651 oldu. Ona görə əlavə olan ədəd tapmaq üçün 651-dən çıxırıq 522-nə. Bu deyəcək 129. 85-ə baxaq. Uyğun bucaqları və uyğun tərəfləri paralel olan bucaqlardan biri x üstəgəl 20, digəri isə 4x çıxaq 10-dur. Yenə x-in mümkün qiymətlərinin cəmini tapılır. Mümkün hallar hansı ola bilər? Birinci hal ola bilər ki, uyğun tərəfləri paralel olan bucaqlar bir-birinə bərabər olsun. İkinci hal ola bilər ki, bu bucaqların cəmi 180 dərəcə olsun. Qaydadan bilməliyik biz bunları. Ya bir-birinə bərabər olur belə bucaqlar, ya da cəmi 180 olur. X üstəgəl 20 üstəgəl 4x çıxaq 10 bərabərdir 180. Yəni bu iki tənliyi həll edib kökləri tapırıq və həmin köklərlə cəmini tapmalıyıq. Təzən cəmləməliyik. Olacaq 20 üstə 10 gəl 30, 3x, x də bərabərdir 10. Bir cavab. İkincide də isə x üstə gəl 4x, 5x, 20-dən 10 çıxanda 10,
180 üstə də 10 gələndə, daha doğrusu 180'də 10 çıxanda 170. X də bərabərdir 34. Onda X-in mümkün qiymətləri 10, 34 cəmləndə də olur 44. Bu qədər sınaq 1-in izahı. İnşallah növbəti sınaqların izahlarını kanaldan izləyə bilərsiniz. Sınaqlar təşkil olunduqca onların izahını çəkib atacağım.